Qəza namazı barədə soruşurlar mənim. Bu qəza namazı nə vaxt qəza olunur? Bəzən deyirlər ki, insan bilə-bilə namazı tərk edəndə, bəzi alimlər deyirlər ki, ona tövbə düşür, qəza olmur. Bəzilər deyirlər ki, yəni qıl, bu hansı halda qəza olur? Ümumiyyətlə, qəza namazı dedikdə insanın unudaraq və ya yatıb, yəni səhlənkarlıq etmədən yatıb qaldığı namazlar nəzərdə tutulur. Yəni qəza namazı budur. İnsan əgər Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, kim namazı unudarsa və ya yatıb qalarsa, onu xatırlayan kimi və ya yuxudan oyanan kimi qılsın. Yəni həmin namazın da vaxtı odur. Lakin insan əgər səhlənkarlıq ucbatından namazı qılmazsa, bir namazı tərk edərsə, o namazı artıq qəza etməsi fayda vermir. Yəni bu qəza etməsi heç bir faydası yoxdur. Həmin namazı o itirdi. Alimlərin yəni üstün görüşünə görə. Düzdür, bəzi alimlər deyir ki, qılsın. Amma doğru olan budur ki, insan əgər səhlənkarlıqdan bir namazı ötürərsə, artıq həmin namazı itirdi. Yəni onu da qılsa belə, yəni sonradan qılsa belə o sayılmayacaq. Necə ki, namazı vaxtından əvvəl qılmaq sayılmır. Düzdürmü? Namazı məsələn girməmiş 10 dəqiqə əvvəl qılsan namaz sayılır? Yox. Eləcə də vaxtı çıxandan sonra da qılmaq sayılmır. İki halda dedik ki, əgər unudarsa və ya yatıb qalarsa. Bu hallar istisnadır. Nə etməlidir insan? Əgər səhlənkarlıq ucbatından namazı ötürərsə, tövbə etməlidir, tövbə edir və nafilə ibadətləri çoxaldır. Nafilə namazları çoxaldır, çünki nafilə, yaxşı əməllər günahları silir. Yəni, qəza dedikdə bu nəzərdə tutulur. Yatıb qalmaq və ya unutmaq. Bundan kənar hallar yəni, qəza sayılmır.